Turizm biznesinizdə satış geri qaytarmalarını Travako proqramı vasitəsilə asanlıqla idarə edə bilərsiniz. İlk olaraq, hər bir satışın qarşısında yerləşən çarx ikonuna daxil olun və geri qaytarma bölməsini açın. Burada geri qaytarılma zamanı təchizatçıdan geri alınan məbləği qeyd edin. Daha sonra satış gəlirinə düzəliş hissəsində, əgər geri qaytarma zamanı əlavə gəlir yaranıbsa, həmin məbləği müsbət olaraq daxil edin. Əgər zərər edirsinizsə, məbləği mənfi olaraq qeyd etməlisiniz. Bu addımlardan sonra sistem avtomatik olaraq kalkulyator vasitəsilə müştəriyə ödəniləcək məbləği hesablayır. Əgər nəticə mənfi olarsa, bu o deməkdir ki, müştəri sizə borcludur. Bu halda ödənişi invoice mədaxili bölməsindən qəbul edə bilərsiniz. Əgər məbləğ müsbətdirsə, bu zaman siz müştəriyə borclu olursunuz və ödənişi kreditor borclar bölməsi vasitəsilə həyata keçirə bilərsiniz. Bütün geri qaytarma əməliyyatlarını isə proqramın geri qaytarmalar bölməsindən rahatlıqla izləyə bilərsiniz.